Azərbaycanda 076 nömrəsi nişanı, nömrə nişanı ancaq bu rayonlara verilir. Hansı rayonlara? Sosial şəbəkələrdə yayılan məlumatlara görə Azərbaycanda avtomobil dövlət qeydiyyat nişanlarından istifadə edən 076 nömrə nişanı Ağdərə rayonuna veriləcəyi gözlənilir. 076. Təbii ki, istinad edirəm. Oxu24.com xəbər verir ki, Oxu24.com hazırda məsələ ilə bağlı rəsmi qurumlardan açıqlama verilməsə də 076 seriyasının Ağdərəni əhatə edəcəyi ehtimal edilir. Dövlət qeydiyyat nişanının seriya nömrələrinin müəyyənləşdirilməsi və tətbiq müvafiq dövlət orqanlarının səlahiyyətindədir və rəsmi qərar elan edildikdən sonra qüvvəyə minər. Şəhərlərin qeydiyyat nişanı hansı bölgəyə aid olduğunu göstərir. Azərbaycanda avtomobil qeydiyyat nişanları bölgələr arasında fərqlilikləri ilə müəyyən etmək asaddır da olur. Vacibdir. Ümumiyyətlə, bu da vacibdir. Mən bilirəm ki, Xaçmaz nömrəsi, nə bilim, belə deyirdilər ki, bu Masallıdan verilən bir nömrədir. Onu belə bir ifadələr işlətmişəm, amma Ağdərəyə məhz 076 seriyasından nömrə nişanı təqdim olacaq inşallah. Demək, belə deyim də, Azərbaycanda avtomobil dövlət qeydiyyat nişanlarında istifadə ediləcək 076, bu da veriləcək Ağdərədən avtomobil sürən sürücülərə.